Salam qızlar, bu günləri sizi özümlə Şuşaya aparıram. Videonun sonuna qədər izləyin və bəyənin. Yoldaşım deyir Füzulinin köhnə kəndlərində yaşayırlar, yəni onlar əvvəllərdə alınmamışdı. İndi isə biz yeni alınmış ərazilərə gedirik. Bura bizim ilk şəhid verdiyimiz yerlərdən biridir. Allah şəhidlərimizə rəhmət etsin. Bu qırav ərazilər isə minalanmış ərazidir və hər tərəfi əhatə eləyiblər. Burada əskərlər o vaxtı müharibə zamanında döyüşüblər, özlərinə belə səngərlər qazıblar və yol üstü Köndələn çayı deyən bir yer var, ora gəldik. Burada park salıblar, çox qəşəng yerdir. Əgər yolunuz düşsə, mütləq bura baş çəkin. Düzdür, istirahət etmək üçün çox da ərazisi yoxdur, amma belə gəzinti üçün maraqlı yerdir. Sonra yolumuza davam etdik. Bura isə Füzulilər üçün yeni salınmış şəhərcikdir. Mən çox bəyəndim. Hətta biz sonra qaydanda içərisində gəzdik. Onu da videoda sizə göstərəcəm. Və Şuşa yoluna doğru gedirik. Görürsünüz dağların başı necə dumandır. Bunlar isə yeni alınmış ərazilərdir. Bütün evləri demək olar ki, dağıdıblar. Heç bir evdə yaşayış yoxdur. Tamamilə içi boş və qıraqdan çox töküntü vəziyyətində olan evlərdir. İlk olaraq biz Xankəndidə dayandıq. Qıraq binalarda yaşayış olmasa da parkın ətrafında bəzi evlərdə yaşayış var və burada restoranlar da var. İstəsəniz daxil olub naharınızı edə bilərsiniz rahat şəkildə. Heç bir qorxusu yoxdur. Axır ki, gəldik, çıxdıq Şuşaya. Eyni ilə burada da ətraf ərazilər dağılmışdı və içəridə demək olar ki, yaşayış yoxdur. Şuşa qalasının ətrafında isə istədiyiniz kimi istirahət edə və şəkil çəkdirə bilərsiniz. Bura turistik zona kimi hal-hazırda fəaliyyət göstərir. İçəridə restoran da var, nahar edə bilərsiniz, çay içə bilərsiniz. Və mən hal-hazırda daxil oluram. Ərazini belə böyük bir həcmdə çəkirəm ki, əgər getməmisinizsə virtual ərazi ilə tanış olasınız. Qalaya gəlmişkən yoldaşımla da şəkil çəkdirdik və gedirik maşınımıza. Burada artıq asan xidmət də fəaliyyət göstərir, ancaq bilmirəm içəridə adam olur yoxsa yox. Və gəldik, çıxdıq o məşhur Cadur düzünə. Çox təəssüf olsun ki, biz gedəndə hava çox pis idi. Ona görə də istədiyimiz kimi istirahət edə bilmədik. Ancaq sizlər üçün videolar çəkdim ki, siz də tanış olasınız. Əslində çox qəşəng bir yerdir. Hava yaxşı olsa gəlsəz, məncə mütləq oralara baş çəkin. Sonra yollandıq digər görməli yerlərə. Belə bir məscidə baş çəkdik. Əgər gəlsəz mütləq gəzin. Biz hava çox soyuq idi deyə çox gəzə bilmədik. Biz bayaqdan Füzulidə deyilik və gəlirik Füzuli şəhərində yerləşən Bazarstana. Görək bura necədir. Deməli girdik içəri. Görürsünüz. Böyük da. Füzuli'dəki bura yaxşı, yoxsa şəhərdəki bura? Namusların sayına baxanda buradakı Bazarstana daha yaxşı görmüş. Göyərtilərin təzə alması üçün görürsünüz. Şəhərdə kimi belə şey görmüş. Kimi? Yavaş.